Bugün Pasaj bazarında Kəlağayı festivalı keçirilib. Festivalda bir çox əl işləri olan məhsullar və ən əsası Kəlağayı satışa keçirilib. Festivalda iştirak edən alıcılara yarışmada iştirak etmək şansı və hədiyyələr təqdim olunub. Festival səhər saat 11-dən 21-ə qədər davam edib. Bakıda, Azərbaycanın paytaxtında möhtəşəm bir hadisə baş verir. Hal-hazırda böyük bir yarmarka keçirir. Kəlağayı yarmarkası. Hamınızı öpürəm, bağrıma basıram. Necə deyərlər, yola ver geçsin. Ama onu söndür. Söndür onu. Kəlağayı festivalına mən dəfələrlə qatılmışam. Həqiqətən çox maraqlı və gözəl keçir. Bu da bizim əl işlərimizdir və əl işlərinə dəstək olduğunuz üçün təşəkkür edirəm bu rəhbərliyə. Və cürbəcür əl işlərimiz var. Yaxınlaşıb baxabilirlər. Festivala mən də qatıldım öz əl işlərimlə. Rəngli lentlərlə tablolar yığıram. Belə gözəllikləri yaradıram. İstəyən buyurub götürə bilər, ala bilər. Bütün sənətkarlar bir yerdədir. Sənət sevən insanlar da onlar üçün çox gözəl fürsətdir. Bütün sənətkarları tanıyırlar. Təşkilatçılara görə Ella xanıma xüsusi təşəkkür edirəm ki, bizi belə dəstəklədir. Çox gözəl festivaldır. Bugün burada iştirak edirik əl işlərimizlə. Gözəl keçir. Öz milli ornamentlərimizi təqdim edirik. Bizim nənə və analarımız da əvvəllər Kəlağayı hazırlayıb və geyiniblər. Baxmayaraq ki, mən hal-hazırda cavanam, mən də sevirəm Kəlağayını. Çok güzeldi. Bizim nənələrimiz yaşadılar. Çok güzel sergiler hazırlanıb. Sənətkarlarımızın işlərimiz çok güzeldi. Hoş bir gün. Mən çox sevindim ki, belə bir festival keçirilir. Birinci mədəni irsimizin qorunmasında böyük rolu var. Gənclərə təbliğində böyük rolu var. Yəni burada bilirsiniz necədir? Həm milli adət-ənənələrimizi davam elətdiririk də. Məncə bunları qoruyub saxlamaq lazımdır. Həm də bilirsiniz, bax gəlirik, çox şey öyrənirik. Daşların mənalarını, Kəlağayıların rəngbərəngdir mənalarını. Kəlağayı festivalı bizim qədim adət-ənənələrimizi önə çıxartmaq üçün qadınlarımızın, qızlarımızın zərif, incə örtüklərinin gündəmə gətirilməsini əsas rol oynayır bunlarda. Çox gözəl əl işləri var burada. Yəni müxtəlif sumkalar, müxtəlif epoksidən hazırlanmış şamlar hazırlanır. Я создаю здесь ароматы по знакам зодиака, основываясь на его характеристику и энергетику его. Мы с супругом из Украины и готовим это все сами, своими руками. Я делаю выпечку без глютена, без сахара. Супруг делает мясные деликатесы, рыбу, форель. Все можно у нас попробовать. Будем дегустировать? Конечно. Давайте.